Salam əziz abituriyentlər. Bugün 9-cu siniflərin təşkillərini nəzərə alaraq buraxılış imtahanlarında istifadə olunmuş funksiya suallarına baxaq. Birinci sualımızda funksiyanın təyin oblastının tapılması istənilir. Biz bilirik ki, funksiyanın təyin oblastını tapmaq, funksiyada x-lərin hansı aralıqda yerləşdiyini təyin etmək deməkdir. Demək, kəsirimizin məxrəcində kökaltı ifadə var. 1/6 çıxaq 0,2x. Normalda biz kökaltı ifadələri 0-dan böyük bərabər adlandırsaq da, burada məxrəcdə yerləşdiyi üçün yalnız 0-dan böyük deyə bilərik. Bu zaman 1/6 çıxaq 0,2x böyükdür 0-dan. 1/6 böyükdür 0,2x-dən. Hər tərəfi 0,2-yə bölsək, burada alınacaq x demək kiçikdir 8-dən. X-in 8-dən kiçik olması mənfi sonsuzluq 8 intervalında yerləşməsi deməkdir. Birinci testimizin doğru cavabı C variantı. Keçək növbəti testimizə. Növbəti testimizdə funksiyasının qrafiki nöqtəsindən keçirsə, f-6-nı hesablamamız tələb olunur. Əvvəlcə qeyd edək ki, şagirdlər, funksiyanın ümumi veriliş forması y bərabərdir k bölünsün x şəklindədir. Biz burada k-nı təyin etsək, x, y yaza bilərik. Demək, nöqtələr cütündə birinci qiymət x-i, ikinci qiymət y-i göstərdiyi üçün k-nı təyin etsək, 3 vurulsun -24, o da bərabərdir -72 yaza bilərik. F-6-nı hesablamaq üçün k-nın yerinə -72 qoysaq, -72, x-in yerinə isə funksiyada tələb olunan qiymət -6-nı yazsaq, doğru cavabımız 12 alınır. Növbəti suala keçsək, 3-cü sualda funksiyanın qrafikinin qurulması tələb olunur. Yadınızda salaq ki, şagirdlər, 9-cu siniflərin buraxılış imtahanında funksiyanın qrafikinin qurulması və yaxud da ki, qurma məsələləri artıq düşmür. Ancaq üstü funksiyanın qrafikləri bu şəkildə təyin olunur. Demək, a böyükdür 0, kiçikdir 1 intervalında yerləşən üstü funksiyaların qrafiki 1 nöqtəsindən keçərən azalan funksiya olduğunu yadımıza salırıq. Bizim funksiyamızda da a-mız 0,2-dir. Və 0,2 1-0 intervalına düşdüyünə görə qrafikimiz də elə 1 nöqtəsindən keçən azalan funksiya olacaq. Növbəti sual, 4-cü sualda funksiyanın təyin oblastının tapılması tələb olunur. Şagirdlər, bu funksiyaya hissə-hissə baxsaq, funksiyanın birinci hissəsində x kubu funksiyası verilibdir. X kubu funksiyası hər hansı bir məhdudiyyəti olmayan funksiyadır. Yəni, x-in yerinə istənilən qiyməti qoya bilərik. Ancaq ikinci hissəmizdə iki məhdudiyyətimiz var. Birinci, kök altında x + 4 mütləq 0-dan böyük bərabər olmalıdır. Kəsirimizin məxrəci 0-dan fərqli olmalıdır. Hər ikisini ayrı-ayrı həll etsək, x böyükdür bərabərdir -4-dən. İkinci halda isə x 2-dən fərqli olmalıdır. Demək, biz -4-lərin böyük qiymətlər içərisindən 2-ni almırıq. Birləşir 2 müsbət sonsuzluq. Doğru cavabımız C variantı. Növbəti suala keçək. 5-ci sual mürəkkəb funksiyaya aid olan bir sualdır. 9-cu siniflərin buraxılış imtahanında mürəkkəb funksiyadan yəqin ki, sual düşməyəcək. Sadəcə izah edək. Birinci, f, j, x şəklində olan funksiyalarda f-in içərisindəki x-ə j funksiyasını yazmamız lazımdır. Yəni, 5 x-in əvəzinə 6 sinus x plus 7 şəklində yazsaq, bərabərdir 30 sinus x plus 7 ifadəsini alırıq. Burada bizə tələb olunan qiymət funksiyanın mənfi pi bölünsün 6-dakı qiymətini təyin etməkdir. Əvvəlcə sinus mənfi pi bölünsün 6-nın qiymətinin sinus
330 dərəcəyə bərabər olduğunu, onun da -2/1 olduğunu qeyd edək. Daha sonra funksiyada yerinə qoysaq, sinus x-in yerinə -2/1 yazıram. 2/1 üzərinə gəl 7. Buradan biz -15 cavabını alırıq. Demək ki, -15 üzərinə gəl 7, -8. Demək, funksiyamızın qiyməti -8-ə bərabərdir. Yenə də deyirəm şagirdlər, bu 11-ci sinifə düşən mürəkkəb funksiya sualıdır. 9-cu siniflərdə trigonometriya ilə birlikdə bu şəkildə mürəkkəb bir funksiya sualı gəlir. Keçək 6-cı sualımıza. 6-cı sualımızda bizdən koordinat oxları ilə kəsişmə nöqtəsinin koordinatlarını təhlil şəklində verilibdir. Demək, biz bilirik ki, verilmiş funksiya əvvəlcə koordinat oxları ilə hansı şəkildə kəsişir desək, y bərabərdir 2x minus 6 şəklində verilmiş bir funksiyadır. Bu funksiyanın koordinat oxlarını kəsmə nöqtəsi deyəndə bir dəfə x-ə 0 deyə bilərik, x bərabərdir 0. Bu halda y bərabərdir -6 nöqtəsi olacaq. İkinci halda y-ə 0 desək, 0 bərabərdir 2x çıxaq 6-ya, 2x bərabərdir 6-ya, x bərabərdir 3-ə. Demək, kəsişmə nöqtələrimiz uyğun olaraq 0, -6, digər halda isə 3, 0 qiymətinə bərabərdir. Qrafiki qurun dediyinə görə birinci nöqtəmiz demək 0, -6 qiymətidir. X-in y-in -6 qiymətində. İkinci, x 3-ə bərabər olduğunda, y-imiz 0-a bərabərdir. Yəni bu nöqtə. Funksiyamızın qrafiki kx plus b funksiyasının qrafikinə uyğundur və yaşıl xəttin keçdiyi şəkildə yerləşəcək. Davam edək növbəti funksiyamızla, daha doğrusu növbəti sualımıza baxaq. Növbəti 8-ci sualımızda funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir deyə şərt verilibdir. Şagirdlər, absis oxu x oxu deməkdir. Yadımıza salırıq ki, funksiyanın qrafiki x oxunu hər hansı bir nöqtədə kəsəndə y oxunun həmin nöqtədəki qiyməti 0-a bərabərdir. Demək, biz y-ə 0 desək, 0 bərabərdir 8x çıxaq 7 şəklində yaza bilərik. Buradan alırıq ki, 8x bərabərdir 7-yə, x bərabərdir, hər tərəf 8-ə bölsək, 7 bölünsün 8. Demək, funksiyamızın qrafiki 8-də 7, 0 nöqtəsində keçir. Növbəti sualımıza baxaq. Şagirdlər, burada 7-ci sualı unutmuşuq. Keçərkən 7-ci sualın üzərindən keçdik. 7-ci sualı izah edək. 7-ci sualda bizdən funksiyasının mənfi qiymət aldığı məlumdursa, B parametrinin hansı aralıqda yerləşdiyini müəyyən edin. Bu şəkildə verilib. Yadımıza saldıraraq kvadrat tənlikləri. Kvadrat tənliklərin bilirik ki, diskriminant böyükdürsə 0-dan, x oxunu 2 nöqtədə kəsməsi deməkdir. 2 kökü var deməkdir. Diskriminant 0-a bərabərdirsə, x oxu ilə bir ortaq nöqtəsi var, yəni bir kökü var deməkdir. Diskriminant 0-dan kiçik olduğu halda isə funksiyanın qrafiki x oxundan yuxarıda yerləşir və həqiqi kökü yoxdur demişdik. Bu, digər hallarda da ola bilər. Yenə deyirik, a-mız mənfi olarsa, funksiyamızın qrafiki üzü aşağı olacaq. Yenə diskriminant böyük 0-da 2 kök, hər hansı bir nöqtədə kəsirsə, diskriminant 0-a bərabərdir. Üzü aşağı kəsişmə nöqtəsi olmayanda isə deyirik ki, funksiyamızın həqiqi kökü yoxdur. Yəni, tənliyimizin həqiqi kökü yoxdur deyirik. Bu məsələnin şərtində mənfi qiymətlər aldığı məlumdursa şərti verilibdir. Demək, mənfi qiymətlərin alması verilmiş ifadəmizin diskriminantının 0-dan kiçik olması deməkdir ki, yəni bu şərt, yəni ən sonda verdiyimiz şərt bütün hər yerdə mənfi qiymətlər alır. Diskriminantın 0-dan kiçik olması şərti deməkdir. Gəlin, həmin qaydanı bu misalda tətbiq edək. Bilirik ki, diskriminantı tapmaq üçün b kvadratı çıxaq 4ac düsturundan istifadə edirik.
Demək, B-imizin ifadəsi B plus 4 diskriminant bərabərdir. B plus 4-ün kvadratı çıx 4AC, çıx 4. A-mız -1, C-miz isə -9 kiçikdir. Nə olmasıdır? 0-dan kiçik olması deməkdir. Buradan B plus 4-ün kvadratı demək, -4, -1-ə -4, -9-a çıx 36 kiçikdir 0 alırıq. Daha rahat həll edə bilməyimiz üçün B plus 4-ün kvadratı çıx 6-nın kvadratı kiçikdir 0 yazsaq, burada müxtəsər vurma düsturlarını tətbiq edə bilərik. B plus 4 çıx 6 vurulsun B plus 4 üstə gəl 6 kiçikdir 0 deyə bilərik. Bunu sadələşdirsək B çıxaq 2 vurulsun B plus 10 kiçikdir 0. Tənliyimizin kökləri -10 və -2-yə bərabərdir. Və intervallara bölsək, kiçikdir 0 olduğuna görə içərisi boş şəkildə saxlanılır. Və 2-dən böyük bir ədəd qoysaq bu ifadədə, məsələn 10 qoysaq 8 vurulsun 20, 80 müsbət elədiyinə görə müsbət, mənfi, müsbət. Bizdən mənfi aralıqda yerləşir. B parametrinin hansı qiymətində dediyinə görə mənfi aralıq -12. Demək, B parametrinin -12 qiymətində funksiyamız mənfi aralıqda yerləşir tapdıq. Keçək növbəti sualımıza. Növbəti sualımızda, demək, 9-cu sualımızda bizdən düz xətlərin kəsimə nöqtələrini tapın deyir. Ümumiyyətlə, yadımıza salaq ki, şagirdlər, düz xətlər bir-biri ilə kəsişirsə, ortaq nöqtələri var, yəni bir-birinə bərabərdir yazmalıyıq. Yəni, -x kvadratı üstə gəl 4x bərabərdir, 4x çıxaq 9 yazılmalıdır. Sağa sola keçirmə eləsək, 4x-lər islah olunur. Demək, -x kvadratı bərabərdir -9-a, yəni x kvadratı bərabərdir 9-a. Buradan x1 bərabərdir -3, x2 bərabərdir -3 alırıq. Bu qiymətləri hansı funksiyada istəsək yerinə qoyub yoxlaya bilərik. Məsələn, y1-i təyin etmək üçün 4 vuraq 3 çıxaq 9 funksiyada yerinə qoyduq. 12 çıxaq 9 -3. Y2-ni təyin etmək üçün 4 vuraq -3 çıx 9, -12 çıx 9, -21. Demək, 3, x1-imiz 3, y1-imiz 3 və x2-miz -3, y2-miz isə -21 nöqtəsidir. 3 müsbət 3, -3, -21. 3 müsbət 3, -3, -21. D variantı bizim doğru cavabımızdır. Keçək növbəti sualın izahına. 10-cu sualda bizdən demək, funksiyanın qiymətlər oblastının tapılması tələb olunur. Şagirdlər, yadımıza salırıq ki, funksiyamızın qiymətlər oblastı dedikdə y-in əvəzinə qoya biləcəyimiz qiymətlər nəzərdə tutulur. Yəni, y hansı aralıqda təyin olunubsa, onu tapmamız lazımdır. Əvvəlcə mən funksiyanı x kvadratı çıxaq 4x plus 4 plus 1 şəklində yazıram. Burada tam kvadratı ayırmaq istəyirəm. Demək, x kvadratı çıx 4x plus 4 ifadəsi mənə x çıxaq 2-nin kvadratını verir. Üzərinə gəl 1. Biz deyə bilərik ki, x çıxaq 2-nin kvadratı 0-a bərabər olar. Bu zaman funksiyamız ən kiçik qiymətini 1 alır. Demək, funksiyanın qiyməti ən kiçik 1 və böyük qiymətlər ala bilər. Doğru cavabımız oldu D variantı. Keçək növbəti sualımıza. 11-ci sualda bizdə parametrin hansı qiymətində funksiyası tək funksiya olar. Funksiyamızın tək funksiya olması üçün həmin funksiyanın qüvvəti cüt olan hissəsini 0-a bərabər etməyimiz lazımdır. Daha doğrusu, qüvvəti cüt olan ifadənin əmsalı 0-a bərabər olmalıdır. Yəni, 3m çıx 15 bərabərdir 0-a, 3m bərabərdir 15-ə, 3-ə ixtisarləsək, m bərabərdir 5-ə.
Demək, 11-ci sualda n parametrinin hansı qiymətindədir? N parametrinin 5-ə bərabər olan qiymətində funksiyası tək funksiya olar. Yəni, birinci hissə 0-a bərabərdir. Yalnız əlimizdə mənfi 2m kvadrat çıx 18 x ifadəsi qalacaq ki, bu da kx plus b funksiyasının qrafikinə aiddir. Yəni, xətti funksiyadır. Ona görə doğru cavabımız n parametrinin 5 qiymətində olacaq. Davam edək. 12-ci sualda funksiyasının qrafikinin təpə nöqtələrin koordinatları cəmini tapın deyir. Uşaqlar, funksiyaların koordinatlarının təpə nöqtəsini tapmaq üçün x0-ın qiyməti bərabərdir mənfi b bölünsün 2a ilə, y0-ın qiyməti isə mənfi d bölünsün 4a ilə tapılır. Ancaq bu y0-ın qiymətini bu düsturla tapmaqdansa, x0-ın qiyməti tapılıb funksiyada yerinə qoyulsa daha rahat hesablama oluna bilər. Gəlin x0-ı hesablayaq funksiyanın üçün. x0 bərabərdir, yəni mənfi b-miz mənfi 8 bölünsün 4a. a-mız mənfi 2, 4 vurulsun mənfi 2. Buradan mənfi 8 bölünsün mənfi 8, o da bərabərdir müsbət 1 olduğunu, daha doğrusu üzr istəyirəm, mənfi b bölünsün 2a. 2a, 2 vurulsun mənfi 2 bizə verəcək mənfi 4 ifadəsini. Mənfi 4 ifadəsini verir. Alırıq müsbət 2 cavabını. x0-ı təyin etdik. Gətirib funksiyada yerinə qoysaq, y0 bərabərdir mənfi 2 vurulsun 2-nin kvadratı, üzərinə gəl 8 vurulsun 2, üstə gəl 11 bərabərdir. Mənfi 2 vurulsun 4, mənfi 8, üstə gəl 16, üstə gəl 11 bərabərdir 19 cavabını alırıq. Burada bizdən funksiyanın qrafikinin təpə nöqtənin koordinatları cəmi istəyir. Yəni, 2 üzərinə gəl 19 bərabərdir 21. Yəni, təpə nöqtənin koordinatları cəmi 21-ə bərabərdir olduğunu aldıq. Keçək növbəti sualımıza. 13-cü sualda bizdən funksiyası üçün arqumentin hansı qiymətində funksiyanın qiyməti 2-yə bərabər olar deyir. Funksiyanın qiymətinin 2-yə bərabər olması, yəni 2 bərabərdir 2x plus 4 bölünsün 3 olmağı deməkdir. Çarpaz şəkildə vursaq, 2x plus 4 bərabərdir 6-ya, 2x bərabərdir 2-yə, x bərabərdir 1-ə olduğunu alaq. Yəni, 13-cü sualımızda arqumentin hansı qiymətində funksiyanın qiyməti 2-yə bərabərdir deyilir. Arqumentin 1-ə bərabər olduğu qiymət doğru cavabdır. Keçək növbəti sualımıza. Növbəti sualımızda funksiyanın ən böyük qiymətinin tapılması lazımdır bizə. Demək, biz yenə funksiyanın əslində y0-ı, təpə nöqtəsinin y0-ı. Çünki bu azalan funksiyadır şagirdlər. Qrafiki təxminən bir qrafik çəksək. Üzü aşağı olan funksiyalarımız azalan funksiyadır və onların ən böyük qiymətidir. Bu nöqtə isə y0-a bərabər olan nöqtədir. Demək, biz x0-ı təyin edək. x0-ımız bərabərdir mənfi b-miz mənfi 42 bölünsün 2a-mız mənfi 14, o da bərabərdir müsbət 3-ə. x0 funksiyada yerinə qoysaq, y0-ımız bərabərdir mənfi 7 vurulsun 3-ün kvadratı, üstə gəl 42 vurulsun 3, üstə gəl 8 bərabərdir mənfi 7 vurulsun 9, mənfi 63, üzərinə gəl 42 vurulsun 3, 126, üstə gəl 8. Buradan müsbət 63, üzərinə gəl 8 bərabərdir 71. Demək, funksiyanın ən böyük qiyməti 71-ə bərabərdir. 14-cü sualımızın həlli oldu 71. 15-ci sualımızda isə bizdən qrafiki ordinat oxunu kəsdiyi nöqtənin koordinatları cəmini tapın deyir bizə. Şagirdlər, ordinat oxu dedikdə biz y oxunu kəsdiyimiz nöqtəni yadımıza salırıq. Y oxunu kəsdiyi nöqtədə mütləq şəkildə x-in qiyməti 0-a bərabərdir. Bu funksiya üçün x-in qiymətini 0-a bərabər etsək, mənfi 3 üstə gəl, üzərində 0, üstə gəl 27. İstənilən bir ədədin üzərində 0 varsa,
1'ə bərabərdir. Mənfi 1, yəni 3 üstündə 0, 1 verdiyi üçün mənfi 1 üstəgəl 27 bərabərdir 26 cavabını alırıq ki, kəsdiyi nöqtələrin koordinatları, yəni x 0-a bərabərdir, y-imiz isə 26, yəni onların cəmi 0 plus 26 bizə 26 cavabını verir. Keçirik növbəti sualımıza. Növbəti sualımızda bizdən x-in hansı ən kiçik tam qiymətindən başlayaraq funksiyanın qrafiki OX oxundan yuxarıda yerləşir. Funksiyanın qrafiki x oxundan yuxarıda yerləşməsi 4x-17-nin 0-dan böyük olması deməkdir. 4x-imiz 17-dən böyükdürsə, x-imiz də böyük olmalıdır 4 tam 4də 1-dən və yaxud da x böyükdür 4 tam %25-dən. Burada x-in hansı ən kiçik tam qiymətində, x-in 5-ə bərabər olan ən kiçik qiymətində götürə bilərik. Növbəti 17-ci sualımızda isə bizdən nöqtələrindən hansı parabolasının təpə nöqtəsidir deyirsə, şagirdlər əvvəlcə yadımıza salaq funksiyanın təpə nöqtələrinin grafikinin, yəni sürüşməsi ilə alınmasını. Birinci ixtiyari bir funksiya çəkirəm. Məsələn, y bərabərdir x kvadratlı funksiyası. X kvadratlı funksiyası bu şəkildədir. Biz y bərabərdir x kvadratı plus 1 funksiyası desək, y bərabərdir x kvadratı plus 1 desək, burada x-ə 0 deyəndə y 1 qiyməti aldığına görə funksiyamızın qiyməti y-in 1 nöqtəsindən üzü yuxarı olan parabola olacaq. Və yaxud da ki, y bərabərdir x kvadratı çıx 2 desəm, burada x-ə 0 desək, y mənfi 2 qiymətini aldığına görə bu dəfə funksiyamızın qiyməti, qrafiki daha doğrusu mənfi 2-dən üzə yuxarı verilmiş bir funksiya olacaq. Növbəti qrafiklərimizi sağa sola doğru sürüşdürək. Yenə x kvadratlı funksiyası qrafiki verilib, y bərabərdir x kvadratı. Növbəti halda mən y bərabərdir x plus 1-in kvadratı desəm, x plus 1-in kvadratı desək, bu hissəni x plus 1-i 0-a çevirən mənfi 1 qiymətidir. Demək, funksiya mənfi 1 nöqtəsinə sürüşür və üzü yuxarı olan bir paraboladır. Daha sonra y bərabərdir x çıx 3-ün kvadratı desək, x çıx 3-ü 0-a bərabər eləsək, x-in müsbət 3 qiymətini aldığımıza görə bu dəfə funksiya müsbət 3 vahid sağa sürüşür və üzü yuxarı olan bir parabola olur. İndi bütün məlumatları bizim funksiyamızda yerinə qoysaq, demək, funksiyamız x plus 1-in kvadratı, demək, x plus 1-i 0-a çevirən, 0-a bərabər edən x-in mənfi 1 qiymətidir. X-in mənfi 1 qiyməti solda. Bu isə 0-a bərabər olduğunda y müsbət 3-ə bərabərdir. Müsbət 3 dediyinə görə 3 vahid də yuxarı sürüşmə ilə bir qrafik alınacaq və bu grafikin təpə nöqtələri mənfi 1 və müsbət 3-ə bərabərdir. Doğru cavabımız olacaq A bəndi. 17-ci sualın doğru cavabı A bəndidir. Şagirdlər, funksiya mövzusu biraz geniş izah tələb edən mövzudur. Yaxşı olar ki, sualları öyrənərkən araşdır öyrənin, səbəblərini bilin. Funksiyanı bu şəkildə öyrənsəz, gələcəkdə də sizlər üçün faydalı olacaq. Əgər videomuz da sizlər üçün faydalı oldusa, bəyənməyi unutmayın. Sağ olun.